aprel 2026-cı il Bərdə rayon Şəhidlər Xiyabanında 44 günlük vətən müharibəsi zamanı şəhadətə yüksələn Zəfərov Təbriz İlqar oğlunun anım günü qeyd olundu. Qeyd edim ki, Zəfərov Təbriz İlqar oğlu 44 günlük vətən müharibəsi zamanı müharibə dövründə şəhid olsa da, onun cənazəsi, onun nəşi 6 aprelə qədər dəfn oluna bilməmişdi. Ona görə də bugün 6 aprel günü Şəhid Təbrizin anım günü qeyd olundu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət, məqamları uca, ruhları şad olsun. Qismət deyil hər kəs yetər və dolunan bu nemətə yetənlərə salam olsun. Bu torpağı vətən edən cənnət ilə kəmayətən şiirlərdə məğrur gedən şəhidlərə salam olsun. Bu torpağı vətən edən cənnət ilə kəmayətən şiirlərdə məğrur gedən şəhidlərə salam olsun. Şəhidlərə salam olsun. Şəhidlərə salam olsun. Al qanıyla tarix yazan şəhidlərə salam olsun. Şəhidlərə salam